Herkese salam dostlar, necəsiz? Dostlar, bizim bu şəkildə inkubatorlarımız da hazırlanıb. Yəni hal-hazırda bunlar da yəni belə. Bunu özümüz üçün düzəltmişik, amma belə satış üçün də sifarişlə hazırlayırıq. Burada gördüyünüz kimi yumurtalarımız hal-hazırda toyuq və hinduşka yumurtasıdır. Bu formada bunlar belə 70 manata gəlib başa çıxır dostlar. 70 manata hazırlayırıq. Buradan belə bir nəm ölçənimiz mövcuddur. Burada nəm ölçəndir. Daha sonra burada termostatı bundan balacadan qoymuşuq. Yəni bunlar da çox yaxşıdır. Yəni görsədim. Aha. Hal-hazırda dərəcəsi 37.8-dir. 37.8-ə qalxan kimi bunlar yəni işığı sönür. Baxın gördüyünüz kimi burada da datiklər var. O uzun rütubətindir. Balaca isə termostatındır. Daha sonra buradan bu şəkildə yumurtalarımızı yəni çevirə bilirik. İndi hal-hazırda içərisində yumurta var deyə onu tam çevirə bilmirəm. Gəlin qapağını açıb sizə tam biraz aydın görsədim. Yəni bu şəkildə burada bir ədəd lampoçkamız, içində fanımız. Yəni bu şəkildə. İçi bu formadadır. Yəni içi bu formada olur. Yəni bunların da ki qurulumu yəni sifarişlə hazırlayırıq. Yəni bu hal-hazırda belə 30, 40, 50 yumurtalıqdır. Yəni belə istəsəz 30, istəsəz 50, istəsəz də ki 60, 65 ədəd yumurta içərisinə sıxdıra bilərsiniz. Yəni beləsinə. Bunlar da ki belə 70, 80 azıyına gəlib başa çıxır. Yəni bunun da burada bu fanın adaptörüdür. Fana qoşulub. Daha sonra da tok ilə termostatın aparatıdır. Bu termostatın da ki gördüyünüz kimi yəni burada termostatımız mövcuddur. Bunun da sizlərə necə deyim, necə qurulumu lazımdır. Onu sizlərə göndərəcəyik. Yəni YouTube səhifəmizdə paylaşacağıq. Və aşağıya nömrəmizi qoyacaq. Siz də belə bir gözəl inkubatorlar sifariş etmək istəyirsinizsə, əlaqə nömrəmizlə zəng edib, əlaqə nömrəmizə bizimlə danışa bilərsiniz və sizə sifarişlə hər cür neçə yumurtalıq istəsəz, necə ölçüdə istəsəz düzəldirik. Hamısı keyfiyyətli ölçüdə. Yəni istədiyinizdə əlaqə nömrəmizə yazıb bizimlə danışa bilərsiniz. Sağ olun dostlar, salamat qalın. Bu termostatın da necə qurulumu lazımdır, göndərəcəyik. Sağ olun dostlar.